mərsiyyə əzadarlığa deyim. Söz demək istəyirəm sizə. Bəzən vəfa şəriətdən üstünlür. Vəfa şəriəti üstəliyir. Əslində qalanda bu çox məsuliyyətli bir sözdür. Zaman verəsi sözdür, sən vəfanı şəriətin üzərində qoyursan. Buna cavab verməyə hazırım, inşallah bugünkü xütbəmdə mövzunu ona götürəcəyəm ki, vəfa və sədaqət şəriəti üzərindən üstündür. Vəfa, şəriət əhli üçündürsə, vəfa və sədaqət ariflər üçündür. Tansuadır günüydü, hələ şam olmamışdı, əsr vaxtıydı. Həzrəti Musa əleyhisselam çadırının kənarında əyləşmişdi, qılıncını yerə bərkilmişdi, alnını qılıncına dirəyib yürüyürdü. Əsrdən azlıqlar. Bir rüya gördü, rüyasına görə Cəbdə Rəsulullah deyir ki, ya Hüseyin, nə vaxt gəlirsin? Ya Hüseyin, nə vaxt gəlirsin? Musa əleyhisselam gözünü açdı, bu sözü dedi, İnna lillahi və inna ileyhi raciun. Bir dənə də şeir oldu. Həzrət Zeynəb sallallahu aleyha İmam Hüseyin əleyhisselamın bu sözünü, bu şeirini gördü, başladı ağlamağa. Başladı ağlamağa. Dedi, qardaşım Hüseyin, bu ne sözlərdir deyirsən sən? Qorxulu sözlərdir. Niyə Həzrət Zeynəb o sözü deyir? Çünki o saate qədər nə düşmən qoşununda olan kəslər, nə Peyğəmbər evladının qoşununda olan kəslər bilmirlər ki, döyüş olacaq. Heç kəsin ağlına belə gəlmirdi ki, aşkar surətdə Peyğəmbər evladından insan döyüşən və yaxud onu öldürər. Öldürən Səsani deyil, Rum deyil, müşrik deyil, bütpərəst deyil, qarşısında duran, namaz duran müsəlman deyil, Quran okuyan müsəlman deyil, La ilahe illallah, Muhammed Rasulullah diyen müsəlman deyil. Hayır, görürsən, bu cür nə xistət insan, müsəlman insan, əhl-i beytdən sayılan, Peyğəmbərin əmanətin dediyi, əhl-i beytin yeganə qalan varisinə qarşı qılınc çəkər, bu da sual deyil. Heç kesin ağına gəldi, həmçinin Həzrət Zeynəbin də heç nəzərini gəldi ki, ulan dövşərlər, ulan qılınc çəkərlər Peyğəmbər evladına. Uzaq olar ki, qarşılarına arada küfr edilməsinə, bundan artıq yox. Elə bu məsələnin içərisində gördülər, düşmən qoşun tərəfindən qararlı gəlir, hərəkət gəlir. Musa əleyhisselam vaxtı gördü ki, hərəkət var, bunların çadırlarına tərəf. Həzrət Əmir Qızıl Abbası yolladı ki, bir neçə aşırı zamanını götürüb getirib bunu hərəkət edir. Həzrət Əbbası getdi, cavab gətirdi ki, bunlar görüşmək istəyirlər sənin yapısı. Musa əleyhisselam dedi ki, Cəddin Rəsullahın Nıxsi, ona gəlməsi düzdür, bunlar görüşmək istəyirlər. İkinci tərəf Həzrəti Əbbası yolladı, ey canlı qardaşım,
Sən bizə danışdın ha, Həzrət Əbəlfəzdən. Bir dənə kəndini gecə deyib, sonra deyilməyəcək. Həzrət Əbəlfəz o qədər sədaqət və vəfa əhliydi İmam Hüseyin əleyhissalama. O qədər vəfa əhliydi ki, bax bu sözə. İmam Hüseyin əleyhissalam Əbəlfəzlə Abbas'a deyib ki, ey mənim qardaşım, canın sənəfədə olsun. Tərcümə ölümsüzdür. Ey mənim qardaşım, canın sənəfədə olsun. Bilirsiniz nə qədər ağır bir söz deyil. İmam bir kəsə deyir ki, canın sənəfədə olsun. Gör bu insanın məqamı nə qədər ağır ulucu olmalıdır ki, imam ona deməlidir ki, canın sənəfədə olsun. Hər kəs canını imamın yolunda fəda eləmək istəyir. İmam Həzrəti Əbbas'a deyir ki, canın sənəfədə olsun. Deyir, qardaşım, Əbəlfəzdir, canın sənəfədə olsun. Get onlara deyilən ki, bu gecənizə möhlət versinlər. Möhlət versinlər. Deyir ki, biz namazı çox sevirik. Biz Quran oxumağa çox sevirik. Allahla razını gözələməyi çox sevirik. İsim versinlər bu gecəni biz Allahla razını gözələyik. Həzrət Əbəlfəz Əbbas getdi, danışdı. Əvvəl razılaşmalılar və sonra razılığa gəldilər. Bir nöqtə var, əsr namazından Şama qədər çox az bir vaxt var. Bunların əsrdən sonra döyüşmək istəməklərinin anlamı budur ki, biz bir neçə saat layihə edəcəyik. 30 min, hətta İmam Hüseyin tərəfində 3000 adam vardı, amma döyüşçü deyildi də əhalı idi. Bir neçə saat əldə edəcək. Var ki, o gecəni Həzrət İmam Hüseyin əleyhissalam bir imtihan gecəsi elədi. Bir imtihan gecəsi oldu ki, orada şəriət əhli deyil, vəfa əhlisinin adından çıxdı. Sözümü öyle edəcəksiniz. Vəfa əhlisinin adından çıxdı. Nə etdi? Yıxdı bütün o cəmaatı özünü. Mənbər düzəltdilər, çıxdı onun üzərinə cəmaatı nida edildi. Ey cəmaat, biləsiniz, sabah döyüş olacaq. Və buranın işi mənə idədir. Mən sizdən beyətmi gördüm. Mən sizdən beyətmi götürdüm. Hamınız gedə bilərsiniz. Bəzi öləmələrini getdi, bəzi biraz civandı, bəzi biraz tutandı. Artıq şam namazı girdi, İmam Hüseyin əleyhissalamın çıxışları söndürür. Tutananlar tutanlar qalmasın, uyular qalmasın. Bax, söz budur burada. Bu gedənlər ki var, onların əllərində əslində əsaslı bir bəhanə var idi. Neydi bəhanə? İmam beynətini götürdü bizdən. Daha heç bir vəzifəmiz yoxdur, şəri vəzifələri yox idi. Beynət insana şəri vəzifə gətirir. Yəni, əhd eləmişəm, əhd bozmaq olmaz. Hər olsun olmalı, əhd elədir, əhd bozmaq olmaz. Əhd bozmaq böyük günahlardan birisidir. Bir müminən əhd eləyəsə, bu əhd bozasa, Allah mənə bir əhd bozmasın. Amma onların əllərində şəri bir nə var idi? Dəliklər var idi, o özü beygəti götürmüşdür. Daha heç bir boyumuzda vəzifəmiz yoxdur, şəri vəzifəmiz yoxdur. Və rahatlıca bunu bəhanə edib gedirlər. Amma qalan kəslər, adlarını xarıca yazan kəslər və əbədi yaşayan kəslər, qiyamətdə bütün şəhidlərin önündə gedəcək bu kəslər vəfanı şəriətə sürürlər. Vəfanı şəriətə sürürlər. İmam Hüseyin əleyhissalam gördü, bunlar gelir. Toplanırlar, gelir. Bir yaxınlaşdı onlara, bir.
Müslümə yaxınlaşdı. Müslümün nöfsəcəyə, Allah əyləməsin. Dönəm danışdım. Ağladı. Yəni ki, Müslüm, beyyətini götürdüm sənə qayıtdala. Ağladı. Bir canım sənə fədə olsun, Hüseyin. Məgər mənim vəfama şək edirsən? Məgər şək edirsən mənə, vəfama şək edirsən? And olsun Allaha mən əhd eləyib gəlmişəm. Ki, sənin son nəfəsimə qədər, son kanıma qədər müdafiə edəcəyəm. Hüseyin, bax burada deyirəm, o qədər dövüşəcəyəm, qılınc əlində sınsa, qılıncım olmasa, Kərbəlanın qıtıqçıları ilə dövüşəcəyəm. Daşı olmasa, torbalı sıxıb əlində, daş eyqalarla dövüşəcəyəm. Mən də şəhəriz. Bəyyət yox deyəm, onu da göstərir. Gəldi yetişdi. Züheyr ibn Qeyn. Züheyr ibn Qeyn bir az öncə, bir neçə gün öncə Musa Aleyhisselama qoşulmuşdu. Bir neçə gün öncə. İmam Hüseynin qoşulana qədər bilirsiniz kimlərdən gedəsə, hansı qədələrdən idi? Osmanın köynəyinin o bölümüzdə hansılardır, Osmanın köynəyini bu ayda edənlərdən idi. Hər intiqamı ki, Osmanlı deyildi. Hələ də o dövrdə onu deyildi. Yemək yediyi yerdə İmam Hüseyin Aleyhisselamın yerlisi gəldi, bunlar oturdular, xanımı xəbər gəldi. Hüseyin sənə çağırır. Tikələri əllərində qurudular. Hüseyin. Quruducuna hala durmuş ki, arvadından ses çıxdı. Xanımından ses çıxdı. Dedi, nə buyur qalırsan? Peyğəmbər babası sən sonra. Peyğəmbər babasının çalışına getməyəcəksən. İki tane söz var burada. Bilmem bu geceyi necə toplayabilirler anamları, bu dərya alıyırlar. Neçə yerdə xanımı, Kərbəlada xanımlar var, həyat yoldaşlarına, qayət yoldaşları dövüşə girişəni oluyurlar. Özləri də boşluqlar deyirlər, yaxşıda biz dövüşə girin, sən çıx gel. Sən çıx gel. Deyir, yox, biz də Zeynəbin əsirliyini qoşuq. Həmin Zübeyrin xanımı dedi ki, gel. Çox belə ümitsiz, yox, əhləbə etməməsiz, getdi İmam Hüseyin Aleyhisselamın yanına, bir neçə dəqiqə söhbət elədilər, bir şok halda girdi içəriyə dedi, Allah mənim ağzına ver, siləhini ver, onu ver, bunu ver. Bax, səni də boşayıram verməyində heç bir haqqım yoxdur, zərdən malındır, dedi, tacıydı, malındır, tacıydı, hər şeyi xarışladın sənə, gel. Bir də hara geldi, üstü qarında, gelmedi. Sana da gelirsən. Dedim, mən Hüseyin gedirəm. Hüseyin gedirəm. Şahid edirəm. İllərlə Allah'a dua eləmişəm, Allah'a məni şəhid ola qoyun. Bu arada böyləyiz Allah. İllərlə duası olur. Allah məni şəhid ol. Dedi, sən onu mən göndərmişdim. Dedi, istəndən böyle qalın. Dedi, biz şəhid olacağız sabah. Orada əhl-i əyal əsir düşəcəklər. Sən qanun Hüseynin qanını qoşmaq istəyirsən, Peyğəmbərin evladlarının qanını qoşmaq istəyirsən, qatmaq istəyirsən, mən özümü Zəhra Zeynəbə qoşmaq istəyirəm. Dedi, bunları qulqara başa, gedirəm. Züheyrin yanında bir neçə nəfər var idi da, onun yaxın adamlarından dedilər ki, şerif biz də sənə qoşuruq, dedi. Mən elə yerə getmirəm ha. Mən bir səfərə çıxıram ki, bu səfərin əvvəli şəhadət, sonu şəhadət, ərvanı şəhadətdir. Mən şəhadət çıxıram ha. Bir səlamsınız oraya. Bir neçə nəfərlə gəldilər.
Bu Zübeyir. İmam Hüseyin Aleyhisselam Tavasıva gecesinde yakınlaştı Zübeyir'e. Zübeyir, nereye götürdün sen? Zübeyir gülür. Gecesi Allah mənə şans verir. Allah mənə orada fürsət verir. Mən bu fürsəti bir daha verməliyim. O nə qardaşlardan kimsə soruşdu, mən bir sözünü deyərəm, ona gəldi ki, o şəhidlərin hansı idi görəsən. Tavsiyə gecəsində gülüb danışırdı. Zuheyl salam olsun. Zuheyl o qədər ağır təbiyyətli adam olur, o qədər ağır təbiyyətli olur. O tavsiyə gecəsini səhərə qədər ona zarafat edir, buna zarafat edir, bunu ilə deyir, bu ilə gülür. O sən dövüşü olacaq. Bu zarafatlaşır, bir nəfəndə şeyh, səndən nəzir belə zarafat edirsən? Dedi, kimsə məni gülər görür. Sizlər yox. Dedi, kef edirəndə, səhər şəhid olacaq. Ərfətin dərəcəsinə baxma. Səhər mən Peyğəmbər evladının qabağında şəhid olacaq. Bundan gözəl bir gecə olmayıb mənim. Sübhə kimi namaz qılmışam, kef almışam, amma bu kef yox. Bunun lazım. Sürekli ya təqdirlər. Mən də şüurumuz. Kəbir yetişdi Müslümün oğullarına, Müslümün qardaşlarına. Həzrəti Müslüm ibn Əqilin qardaşları da orada gəlib yaxınlaşdı. O da dedi, siz qurbanınızı vermişsiniz. Siz məhəllədən qurban verdi. Müslüm kimi şəhid vermişsiniz. Git. Mənim ailəmdən də bir ikisini görmək istəyirsiniz ki. Söz alalım deyil. Deməli, əksəriyyətin sözü buydu ya. Deyirsən, demək istəyirsən ki, biz gedək, yaşayaq, sən qalırsan, burada şəhid olasan. Kim olsun o dünyanın başına ki, sən öləcəksən, biz yaşayacağıq. Vay olsun bizim halımıza ki senden sonra sağ kalacağıq. O hayatı bize teklif verirsen, o hayat değil, zillettir. Sen bize öyle Hüseyin, zillet bize uzak. Bunu sen bize öğretirsen. Zillet dayak istemiyor Hüseyin. Senin şey olmaz. Git. Demek bunun sözüdür, bağlanı kulağız, bunu aldım. Ne diyelim söz? İmam Hüseyin Aleyhisselam vurdu ki, beynəti götürmüş evdə sizdən. Yani boynumuzda hiçbir şer'i vəzifə yok değil. Beynəti götürmüşəm sizdən. Bilirsən ne dediler? Dediler Hüseyin, ey Zahra oğlu, ey Peygamber babası, beynəti götürmüşsən bizdən. Beynəti geri almışsan bizdən, qeyrəti almamsan, vəqvanı çalmamsan, vəqvanı çalmamsan bizdən, eşki ki içərimizdən almamsan, dedi beynət götürülüb şəri vəzifən yükünüz yoxdur da sizin. Dedi vəzifəmiz indi başladı bizim. Dedi vəzifəmiz indi başladı. Şəri vəzifə olanın boynunda nə qalaq? Ne olar sənə? Vacibat da, şəri vəzifə budur, namaz, vacibat. Görürsən hamısı namazı qalar da. Yox, niyə namazı, gündəlik namazı yetişən niyə? Qılar, gəl görüm, nafiləni qılırsan ya, yox, vacib olmuyor. Görüm, gecə namazını qılırsan ya, yox. Vacib olmuyor. Elə imtihan şəriət götürüləndən sonra başlayar. Dedi, bizim elə vəzifəmiz indi başlayır. Bu vaxtda da ne deyir? İndi vəzifəmiz başlayır. Hamımız səni göründə şəhid olacaq.
Kuzal elinin dikəni. O gecənin, o Aşuranın, o Tasuanın ən bəlalı Həzrəti Zeynəb. Həzrəti Zeynəb. Buna görə yox ki, Həzrəti Zeynəbin iki oğlu da şəhid oldu. Biləsiniz, Həzrəti Zeynəbin iki oğlu Kərbəlada idi, ataları qoca idi, gözləri tutulmuşdu, özü gələ bilmədi. Həzrəti Zeynəb qoşuldu İmam Hüseyin Əleyhisselamın karvanına, oğlanlarına da Abdullah dedi ki, Abdullah ibn Cəfər dedi ki, ey oğullarım, qoşulun siz də dayınıza kömək edin, ananızın yanında olun. Əsası dedi, dayınıza kömək olun. İki oğlu dedi, Aşura günü gəldilər Həzrəti İmam Hüseyin Əleyhisselamdan izin istədilər, izin. Ələkbər şəhid olur. Qasım şəhid. Buna da girdilər. İkisini də şəhid edilər. İmam Hüseyin Əleyhisselam deyir, onları Haşimi cavanları ilə qucağında gətirdi, qoydu o şəhidlər olan yerə, o çadırların qarşısına. Ne qədər şəhid gətirirdi, Həzrəti Zeynəb çıxırdı onu qarşılayırdı, göz yaşıydı. Elə ki, dedilər, Zeynəb oğlanlarını şəhid gətirdi, çadırdan çıxmadı çıxardı. Dedilər, oğlanlarını deyil, ikisi birdən şəhid olur. Dedi, susun, səsinizi eşitməsin. Birdən Hüseyin mən görə utanar ki, sənin Nəti görə sənin oğlanların şəhid oldu, çıxmadı. Kərbəlada demişdən deyil, qadınların qəhrəmanlığı var idi. Daha var idi, daha. Tez-tez İslamı qəbul eləmişlər. Gəlib İmam Hüseyin Əleyhisselama qoşulmuşlar. Arvadı da oradaydı, anası da oradaydı. Anası məhəb şəhid olandan sonra çoğmanla döyüşü şəhid edildi. Kərbəlanın bir İslam'da şəhid var. Arvadı şəhid düşdü. Getdi, döyüşdü. Neçə dəfəli cəhənnəmə vasil edib, parmaqlarını kesdilər. Qılınclar kesildi, parmaqlarda gəldi, qanadlar. Arvadı bağlayır, üzünə baxır, bağlayır, üzünə baxır. Və hər birdə bu sənə bəhanı da zaten yenidən döyüşə girməmək üçün. Hüseyin beş qoyarsın habirdə. Təzir edilirlər, təzə. Dedi, yox, sənə söz vermişim. Söz vermişim, girəcəyim meydana. Hüseyin yolda şəhid olacaq. Və qiyamətdə də sənə şəfaətçi olacaq. Bunun üçün gelir. Kərbəlanın işləri gitti, qadınlar ondan da gitti. Uşaqları ondan da gitti. 11 yaşında Hüseyin'in müdafiəsini edən Həsənin oğlu Abdullah var idi. İmam Hüseyin'in gördüğü şimdi başını kesmək istəyir. Qılınc əlində durub, atıldı İmam Hüseyin Əleyhisselamın üzərinə. Gördü Hüseyin'e qılınc vururlar. Halsız vəziyyətə gəldi oğluna qalamaq uşağın qolu kesinə. 11 yaşında. Kəndədanızı bunları öyle. Bunları yaşadı. Allah bizi Kərbəlanı ziyarət edeyim, Kərbəlayı olanlardan deyil, Hüseyni dərk edeyim Kərbəlayı olanlardan. Amin.